Bullying, yəni bir şagirdin məktəbdə zorakılığa məruz qalması, fiziki, mənəvi, psixoloji zorakılığa məruz qalması, ələ salınması, istehza olunması, alçaldılması, buna deyirlər bullying. Ya həm yaşıdları tərəfindən, sinif yoldaşları tərəfindən, həm məktəbliləri tərəfindən, ya da müəllim və yaxud məktəb rəhbərliyi tərəfindən. Buna deyirlər bullying. Bu mövzunun adıdır. İndi sual, niyə yaranır bu? Niyə yaranır? Səbəb nədir? Və xüsusilə son illərdə. 70-ci illərdə, mən verilişə gəlməzdən qabaq həmişə hazırlaşıb gəlirəm. 70-ci illərdə bunu bir Norvegiyalı psixoloq araşdırıb. Dan Olius adlı bir psixoloqdur. Bir tədqiqatlar göstərir ki, o deyir, aqressiv mühitdə, ev mühitində böyüyən uşaqlar həm yaşıdlarına aqressiya göstərməyə, bullying tətbiq etməyə daha meyilli olurlar, daha çox meyilli olurlar. Yəni, uşaq evdə aqressiyaya məruz qalır, valideynləri tərəfindən, atası, anası tərəfindən və yaxud əmsi, dayısı, bibisi kimsə və içində yığılıb qalır, onu çölə tökə bilmir, boşalda bilmir, gəlir, gücü çatdığı adama onu boşaldır, o aqressiyanı. Bu bir səbəb Dan Olius göstərir. İkinci səbəb aqressiv məktəb mühiti. Bu şübhəsizdir. İndi 70-ci illərdə sosial şəbəkə yox idi. İndi olsaydı, mərhum Dan Olius deyərdi ki, sosial şəbəkə də buna rəvac verir. Dəhşətdir. Bunun niyə qarşısı alınmır, mən anlamıram. Yəni, mənim 46-47 yaşım var. Azərbaycan segmentində, TikTokda, orada, burada səhərdən axşama qədər canlı yayın açıb bəzi o məxluqlar, onlara baxanda mən özüm beynim korlanır. Nəinki 13, 14, 15 yaşında, 10 yaşında uşaq aqressivləşir. Anormal şeyi görəndə, anormal hərəkətləri, aqressiv hərəkətləri görəndə maraqlıdır. Öyrənir. Bunu bütün psixoloqlar deyir, tədqiqatçılar deyir, uşaqlar Albert Bandura'nın sözüdür, dəfələrlə demişəm, görərək öyrənir, kitab oxuyaraq yox, görərək öyrənir. İndi bu iki əsas səbəb, bu uşaq gəlir, başlayır bullying tətbiq etməyə. Amma bir cümlə deyim, Zahid müəllimə söz ötürək, Sonat xanıma, bir cümlə. İndi bu neçə faizdir bullying? Bunun bizim statistika əlimizdə yoxdur Azərbaycanda. Bunu kim aparmalıdır? Təbii ki, dövlət aparmalıdır, statistika aid qurumlar aparmalıdır. Azərbaycanda 5 il bundan qabaq vəziyyət necə idi bu sahədə? İndi necədir? Biz bu sualların cavabını bilmirik. Bu böyük bir tədqiqat işidir. Böyük bir araşdırma tələb edir. Bakıda, bölgələrdə getsin, araşdırsın. Neçə faiz 10 il bundan qabaq necə idi, vəziyyət indi necədir? Amma oradan-buradan eşitdiklərimiz, müşahidələrimiz onu göstərir ki, bullying var məktəblilər arasında və bu çox narahat edici məsələdir. Bu aradan qalxmalıdır. İndi necə aradan qalxmalıdır, o barədə danışarıq.